Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımla bağlı təqsirləndirilən şəxslər dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırdı. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin Xocalı soyqırımı zamanı günahsız insanların məhz Azərbaycanlı olduğuna görə sistematik şəkildə məhv edilməsi ilə bağlı suallarına cavab olaraq təqsirləndirilən şəxs Arkadi Qukasyan bildirdi ki, həmin vaxt Xankəndidə Xocalıdan olan yüzlərlə Azərbaycanlı əsir və girov vardı. Həmin girovlar əsasən mülki şəxslər idi. Sonradan həmin girov və əsirlər Azərbaycana təhvil verildi. Qeyd edək ki, məhkəmə prosesinin bundan əvvəlki iclasında ifadə verən zərər çəkənlər Xankəndidə əsir və girovlara siz türksünüz deyərək məhz Azərbaycanlı olduqlarına görə dəhşətli işgəncələr verildiyini bildirmişdilər. Arkadi Qukasyan dedi ki, Xocalıda baş verən faciə həmin vaxt törədilən hadisələrdən yalnız biri idi. Faciə baş verən vaxt Qondarma Qurumun rəhbəri Artur Mkrtaçyan idi. Xocalıya hücum edən Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi isə Ermənistan Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş. Dırnaqarası komandos ləqəbli Arkadi Tadevosyan edirdi. O, həmçinin sonradan Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın 366-cı motoatıcı alayda xidmət etdiyini dedi. Təqsirləndirilən Arkadi Qukasyan Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycanın suveren ərazilərində yaradılan qondarma rejimə 10 il dırnaqarası rəhbərlik edib. Sonra təqsirləndirilən Bako Saakyan, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında bildirdi ki, həmin vaxt yeni formalaşan dırnaqarası özünü müdafiə qüvvələrinin rəhbəri isə Serj Sarkisyan idi. Sonra təqsirləndirilən David İşxanyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırdı. Dedi ki, Xocalı soyqırımı baş verəndə qondarma rejimin dırnaqarası Ali Sovetinin deputatı, sonralar isə tabor komandiri olub. O, tabor komandiri olduğu zaman qondarma rejimin dırnaqarası ordusuna rəhbərliyi Samvel Babayan edib. Təqsirləndirilən David Babayan, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında bildirdi ki, məsələni güc yolu ilə həll etmək istəyənlər məqsədlərinə çatdılar. Bu əməliyyatda müxtəlif qruplar iştirak edib. Qondarma rejimin dırnaqarası Xocalının azad edilməsi uğrunda medal da olub. Təqsirləndirilən Arayik Harutyunyan isə Xocalı soyqırımı ilə bağlı dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandırarkən belə dedi. Xocalı hadisəsini 1-ci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab edirəm. Təqsirləndirilən Xocalı ilə bağlı qondarma rejimdə müzakirələr və araşdırmalar aparılmadığından hərbi əməliyyatlarla bağlı məlumatı olmadığını söylədi. Xocalıdakı qətllər, oradakı barbarlıqlar reallıqda bir faciədir. Gördüyümüz kimi uşaqlara, dinc sakinlərə qarşı törədilən cinayətlərə necə bəraət vermək olar? Arayik Harutyunyan təqsirləndirilən Madat Babayanın məhkəmədə verdiyi ifadəsində Xocalı soyqırımının törədilməsində yaxından iştirak etdiyini dediyi Arkadi Şirinyanı çox yaxşı tanıdığını söylədi. Bildirdi ki, Arkadi Şirinyan sonradan qondarma rejimin dırnaqarası təsərrüfat rəhbəri olub. Eləcə də Şirinyanın hansı əməliyyatlarda iştirak etdiyini yaxşı bilir. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında bildirdi ki, Vitali Balasanyan da Əsgərandakı qüvvələrə komandirlik edib və ətraf kəndlərdə olan erməni hərbiçilərdən ibarət silahlı dəstələr də ona tabe olub. Karen Babayan isə Samvel Babayanın qardaşıdır. Onun Kərkicahanda döyüşlərdə iştirak etdiyi barədə məlumatlı olub. Aşot Qulyan isə 1-ci bölüyün komandiri olub. O, Şuşa əməliyyatında çox fəal iştirak edib. O vaxt əsas hərbi rəhbər Arkadi Tadevosyan idi. Düşünürəm ki, hərbi əməliyyatlar onun göstərişi və razılığı ilə həyata keçirilib. Arayik Harutyunyan dedi ki, Xocalıda törədilən ağla sığmayan vəhşiliklər barədə normal insanın qərar verməsinə inanmır. Söhbət törədilən vəhşiliklərdən gedir. İstənilən halda bu bağışlanmaz bir faciədir. Təqsirləndirilən bildirdi ki, Yura Paqasyanı şəxsən tanımır, amma onun tərcüməyə halından 1992-ci ildə dırnaqarası mühüm şəxslərdən biri olduğunu bilir. Yura Paqasyan 4-cü bölüyün komandir müavini olub. Onun bölüyü Şuşa əməliyyatında dırnaqarası xüsusi rol oynayıb. Bu dırnaqarası xidmətlərinə görə həm Ermənistanın, həm də qondarma rejimin milli qəhrəmanı adına layiq görülüb. Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında Arşavik Qaramyanı da tanıdığını, onun Ağdərə, Ağdam, Kəlbəcər əməliyyatlarında iştirak etdiyini dedi.
Sonra Memorial İnsan Hüquqları Mərkəzinin 1992-ci il fevralın 25-26-sında Azərbaycanın Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair hesabatı məhkəmədə təqdim olundu. Hesabatda 1992-ci il fevralın axırı, martın əvvəllərində Ermənistanın silahlı birləşmələrinin Xocalı yaşayış məntəqəsinə hücumu və işğalı ilə bağlı hadisələr əks olunur. Hesabatda Memorial Birliyin münaqişə zonasında olan müşahidəçilərinin 1991-1992-ci illərdə topladığı materiallardan, kütləvi informasiya vasitələrinin məlumatlarından, həmçinin ayrı-ayrı şahidlərin ifadələrindən istifadə olunub. Memorial Hüquq Müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı Ermənistan silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrinə kobud qaydada ziddir. Məhkəmə prosesi aprelin 24-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.